Hamıya salam. Kanalıma xoş gəlmisiniz. Bu vlogun adından məncə anladınız. Rayon vlogu olacaq. Yoldaşımı iş yerindən dincəlməyə göndərirlər, istirahətə göndərirlər və işçilər öz yoldaşlarını da apara bilərlər. Saat 3-də hamı çıxırdı. Avtobusla da gedənlər var idi. İstəyən də öz şəxsi maşını ilə gedirdi. Mənim də səhərdən işim olduğu üçün Zeyni da nənəsinə apardığım üçün təbii ki də avtobusa gecikdik və özümüz getməli olduq. Rayona artıq ikinci dəfə sürəcəm. Axşama düşəcəyik. Ən qorxduğum. Bugünkü günü mən artıq yaşamışam. Vlogu sabah paylaşıram, yəni artıq bugün. Vloga baxmağa davam etmədən öncə sizdən xahişim var. Son vaxtlarda çox aktivam. İstəyərdim ki, mənə dəstək olasınız. Kanalıma ilk öncə abunə olasınız. Videonu bəyənəsiniz, vlogun sonunda isə rəy bildirəsiniz. Yenə də pullu yolla getdik. Bu səfər də Zeyni götürə bilmədim. Yeni izləyicilər üçün Zeyn mənim oğlumdur. Mursal isə mənim yoldaşımdır. Adı Mürsəldir, amma mən Mursal deyirəm. Soruşmayın, mənə belə rahatdır. Şəhərdə olanda benzin vurmadıq, yadımızdan çıxdı. Burada da heç tanımadığımız benzin kolonkadan benzin vurduq. Benzinin pulunu yoldaşım ödəyəndə mən əslində həmişə o ödəyir. Və sizcə nə? Bəli. Biz gecəyə qaranlığa düşdük. Bilirsiniz niyə? Çünki dağın başına qalxırdıq və duman gözü görmür. Mən də gecələr gözüm onsuz da maşın yoluna görmür. Biraz stresa girdim, qorxdum qızlar. Mən həyatımda belə duman görməmişəm. Yəni belə duman yox. Nə maşınla, nə belə gözümlə, yəni belə dumana düşməmişəm heç vaxt. Amma hava elə təmizdir ki, çox stres keçirdim. Bu ikinci dəfədir ki, özüm sürürəm rayona. Birinci dəfə yaxşı idi, səhər sürdük, çatdıq. İndi çox qorxulu idi. Stres keçirdim. Dincəlməyə lazım idi mənə. Hello. Nə qəşəng istidir. Hemen. Yaxşı ki bu xucilərdə götürmüşəm. Qapıda bunu çıxardım. Artıq özümüzə gəldik. İndi getməliyik yemək yeməyə. Çünki acıq. Artıq Mursaldır. Artıq. Hə, bunu söndürürəm. Kameraya keçdim. Bu kamera ilə çəkəcəm. Telefon kamerası ilə çəkməyəcəm. Necəsiz cavan oğlan? Əla, super. Yorğun. Mən acam, aç. Yemək istəyirəm. Adam bilmir nə yesin, nə seçsin. Çünki şvedski stol mən çox bəyənirəm. Nə yeyirsən? Mən götür də. Salatiklar var. Düyüylə salatik, belə göbələkli saç seçdim. Mursal da özünə səbzi plov seçdi salatla. Bizə nuş olsun. Çox yorulmuşam dediyim kimi, amma yemək yeyim. Bu avtomatik yanır ki, mən hara tərpənirəm, o da mənə çəkir. Çəkin də çünki indi tərpənəcəm. Mənə bəzi izləyicilər yazdı ki, o birisi vlogda da ki, onu gərək söndürərdiniz. Çünki siz tərpənəsiniz, o tərpənir. Belə baxırıq videoya, ona görə. Onu mən də dedim. Sən də demişdin, hə? Göbələyə baxın, nə qəşəng gördüm. Mən indi nə yaşamda deyirdim, çox dadlıdır, əladır. Acam. Bəs desertsiz olmazdı. Çünki burada çox gözəl görünən bir paxlava var və midavik var. Meyvələr var idi. Qarpız falan da var idi, amma çox sağ olun Mürsəl bəy. Kimin belə əri var? Gəlin sizə məlumat verim. Biz hardayıq? Ümumiyyətlə neçə günlük buradayıq?
Dediyim kimi yoldaşımın işindən dəvət ediblər. Daha doğrusu iş yerindən, yəni ildə 2 dəfə, 3 dəfə verirlər belə istirahət, dincəlmə günləri. Hətta xaricə belə göndərirlər. İstəyən də yoldaşını götürə bilər. Kimsə uşağını götürür, kimsə heç kəs də götürmür, gəlir özü tək dincəlməyə. Belə bir şeylər olanda yoldaşım mənə həmişə özü təklif eləyir. Mən Mursalda bunu çox bəyənirəm. Fikir verirəm ki, digərlərinin yoldaşları, sevgililəri onları aparmır özünlə. Yoldaşım da deyə tərifləmirəm və bir bacı kimi də sizə məsləhət görərdim ki, belə oğlanla ailə qurun. Sizi heç vaxt tək qoymaz, həmişə maraqlı olacaq. Bilməyənlər üçün də bilirəm maraqlıdır. O balıq bürcüdür, mən ox atan bürcüyəm. Hətta bu videonu çəkəndə telefondan danışıram. Mən deyir, bəsdir də, gəl məndən danış. Amma yoldaşım məni çox dəstəkləyir, çox başa düşür. Biz Şahdağ Otel Spa'dayıq. 2 günlük bu. Hər kəs yemək yedikdən sonra burada çox adam var. Sadəcə utanıram, hamını çəkə bilmirəm. Amma mafiya oynayırlar. İtalyan mafiyası. Mən də bilmirəm İtalyan mafiyası necə oynamaq lazımdır. Ona görə oturub gözləyirik ki, onlar oynasın, bizə baxaq. Nə yalan deyim, yatmaq istəyirəm, sadəcə hamı oynayır deyə gələ bilmirəm. Hadi biz birinci izləyici qismindeyiz zaten. Ha, bir dənə baxın, sonra biz gələcəyik oynaya. Sen karşılığını dağıtma. Qəraəti dağıtma. Yatmaq vaxtıdır. Yuxum gəlir, dəhşət, yorğunam, amma videonu yatmalıyam, amma vlogu da düzəltməliyəm. Vlogu düzəldim və yatım. Çünki sabah yeni bir vlog çəkəcəm səhərdən oyanan kimi və vaxtım olmayacaq mən o vlogu həm düzəltməyə, həm də sabah paylaşmaq. Mən isə istəyirəm bu vlogu sabah səhər paylaşım və sabah səhərdən yeni bir vlog çəkməyə. Bunu məncə dəyərləndirərsiniz. Mənə dəstək olarsınız, abunə olarsınız kanalıma və bu videoyu rəy bildirməyi də unutmayın. Sağ olun, gecəniz xeyrə, daha doğrusu sabahınız xeyir.